Salam kanalımın izləyiciləri. Sizə bir dənə ev çəkmişdim 115 min. Bu dəqiqə evə indirim olub 10.000. Düz Masazırdın qurğundan Xırdalana girişdə icra hakimiyyətinin yolunun üstündə ana yola 50 metr məsafədə məktəbin yanında, bağçanın düz yanında 2 mərtəbəli monolitli 4 otaq evimiz. Gəl evlə tanış eləyin, alt edin. Evimizin həyətinə bir dənə maşın girir. Rahat bir dənə maşın girir. Evimiz tam təmirlidir. Bax üstünün şeyinə kimi var. Ona nə deyirlər? Yəni nə deyirlər aynı haqqında? Mansar. Gəl. Gəl Natiq, uzatma, gəl. Bax bu evimizin zalı. Bu evimizin zalı, əşyaların da demək olar ki 90% qalacaq evdə. Evimizin kupçası, torpağın, evin özü tam mülkiyyətdir. Gəl, bu evimizin zalı. Gəl, gör nə boyda böyük kuxnası var. Əməlli başda ailələrlə, uşaqla əlləşməyə. 2 dənə sanuzel var. Natiq, gəl birinci bax. Sol əldə bir dənə sanuzel. Bax, sanitar qovşağı. Gəl, gəl çıxaq ikinci mərtəbəyə. Bu ikinci mərtəbəsi, bax plekanlarına kimi mərmərdir. Yəni taxta plekanlardan deyil. Təmiz mərmərdəndir. Gəl. Gəl Natiq. Bu bir otağımız. 3 dənə də otağımız həm buradadır, həm də bir dənə də sanuzel var əlavə olaraq. Bax bir otağı burada. Çək. Hamısı da çölə baxır. Heç bir evin pəncərəsi, otağın pəncərəsi divara baxmır. Hamısı çölə baxır. Bu ikinci otağımız. Çək. Əşyalarda qalacaq. Əşyalarda razılaşma ilə, onunla, bununla. Bəzi əşyalar qalacaq, qalan əşyalarda razılaşmaq olar xırda xuruş. Bu da böyük yataq otağı. Görsünüz, mebellərin hamısı da keyfiyyətli mebellərdir. Bir dənə zəif bir şey yoxdur burada. 10.000 endirimlə bu dəqiqə evin qiyməti 105.000. Bu qiymətə, bu ərazidə tək torpağın qiymətidir. Yəni bilənlər bilir. İcra hakimiyyətinə gedəndə yolun sağ tərəfinə düşür, Sumqayıtdan gələndə yenə yolun Qurğa çata-çatdan Masazıra, yenə yolun sağ tərəfinə düşür. Məktəbin, bağçanın yanında dayanacağı 50 metr məsafədə bu qiymətə belə bir ev yoxdur. Torpağına görə bir şey yoxdur. Kanala abunə olmağı unutmayın. Rəy yazmağı unutmayın. Öpürəm sizi.